set, Star Magazin, gündem bizde. Show alemi burada canlanır. Her haber sende kalır. Axşamınız xeyir olsun dəyərli Star Magazin izləyiciləri. Hər həftə olduğu kimi bu həftə də Star Magazində maraqlı sujetlərimiz olacaq. Gəlin birlikdə anonslarımıza nəzər salaq görək. Bu həftə show biznesdə nələr baş verdi? İlk sujetimiz uzun müddətdir ki, efirlərdə görünməyən Azərbaycanın nömrə 1 və yeganə qadın şanson kraliçası olan Mədinə Məlik haqqındadır. Gəlin baxaq görək Mədinə Məlik Star Magazinə nələr açıqladı. Gedirəm bu şəhərdən, rahat gəz, rahat dolan. Düşünürəm səhərdən, var mıydı məndə yalan? Olsun Bakı sənin, onsuz mənim olmadı. Mənim kimi birini özünə sığdırmadı. Havasını çox gördü, nəfəsimi daraltdı. Bilirsən Bakı məni gecə gündüz ağlatdı. Mən yandım bağırdıqca, küləyini çoxaltdı. Sevmədi Bakı məni, bircə ilə qocaltdı. Yolunu da yolumla kəsişməyə qoymadı. Səni görməyi belə Bakı mənə qıymadı. Baş götürüb gedirəm, bir çamadan bir dəmə. Gözün aydın ay Bakı, çətin gələn bir dəmən. Yolunu da yolumla kəsişməyə qoymadı. Səni görməyi belə Bakı mənə qıymadı. Baş götürüb gedirəm, bir çamadan bir dəmən. Gözün aydın ay Bakı, çətin gələn bir dəmən. Axşamınız xeyir olsun dəyərli Star Magazin izləyiciləri. Bugün bizim qonağımız bizim üçün çox əziz və dəyərli olan Azərbaycanın qadınlar arasında yeganə şanson kraliçası statusunu daşıyan dəyərlimiz və Azərbaycan nömrə 1 prodüseri Mədinə xanım Məlikdir. Xoş gördük Mədinə xanım. Teşekkür ederim. Belə təqdimat üçün mən lap utandım. Əlayam. Siz bunu biraz çəkin, əlimizdə dəyər yanar, Allah eləməmiş. Sonra gəl də. Necə gedir işlər? Maşallah dayanmırsınız. Dayanmıram, oy dayanmıram. Özdə çox sağ olun. O qədər təsəvvür edin ki, bu üzümüzə gələn həftə 3 mahnı oxumalıyam studiyada. Yəni möhtəşəm bir mahnı gəlir, möhtəşəm. Bəstəkarı açıqlamıram hələ kimdir. Bakı kəndləri mahnısı olacaq. Bakı kəndləri. Adından zaten bəllidir. Möhtəşəm mahnıdır. Mədinə xanım, 4 ildən çoxdur ki, artıq müğənniliyi edirsiniz, yəni ifaçılıq məşğulsunuz. Necə bir konsert düşünürsünüz? Bu qədər də sevdiğiniz mahnılarınız var. Hələ tezdir. Kütləni toplamısınız. Mən belə baxıram, mənim ilk konsertim burada olmayacaq. Çünki NGM Production, mən ümumiyyətlə keçən il yayda Soçidə olmalıydım. Elə oldu ki, məndə alınmır elə bu işlərlə bağlı falan, yəni şəxsi ev, uşağın oxuması, müəyyən bir məqamlar var. Amma təbii ki istəyərəm, hər kəs istəyər. Zamanında, hələ çox tezdir, çox tez. Bəs duet təklifi gəlirmi? Ümumiyyətlə kiminləsə duet oxumaq fikriniz varmı? Duet təklifləri olub, yalan deməyəcəm. Mən təzə başlayanda da olub, istəməmişəm. Amma mənim duetlərim var. Mən populyarlardan gedirdi söhbət. Mən oxumuşam Nicat bəylə. Bizim mahnının adı Sevgi Mevgi Məyər Boş imiş. O mahnı duet bizim duetimizdir. Sonra oxumuşam Fərhad bəylə. Xaçmazdandır. Deməli soyuq mahnının adı nə idi? Soyuq yemək, soyuq ev, nəsə belə bir. Ay, Fərhad bəy məni öldürəcək. Ona yeni nəfəs verəcək. Mən özüm də istəyirəm o mahnıya yeni nəfəs verilsin. İnşallah, inşallah. Elə də olar Allahın izni ilə. Sonra ilk duetim Samin Dənizlə olub. Sankt-Peterburqdadır, salamlayıram buradan. Duetlər var. Bir gün istəyirəm bir verilişə bütün duet ortaqlarımla
bir yerdə çıxım inşallah və o duetləri təqdim edim. Bu uca prodüser şeydir, beynidir, işləyir, dayanmır. Mədinə xanım, son zamanlar belə deyim də, nəinki son zamanlar, ümumiyyətlə sizi tanıyandan bu günə hər zaman sözün düzün demirsiniz. Bəzən də deyirlər ki, Mədinə xanım adı qalmaqallarda hallanır. Bu nədən irəli gəlir? Sözün düzün dediyinizə görə bunu deyirlər ki, Mədinə xanım qalmaqallı müəllidir, qalmaqallı prodüserdir. Yoxsa sözün düzünü qəbul etmirlər deyə belə düşünürlər. Sözün düzünü qəbul etmirlər ona görə. Ümumiyyətlə son zamanlar efirlərdən qaçıram. Mən sizi tanıyandan bilirəm ki, siz hansızlığa dözmürsünüz. Yox, dözmürəm. Mən problemim odur da, dözmürəm. Bu dözdə danışma, işin olmasın. Dözmürəm və deyirəm, lazım olanda yerində otuzdururam. Bu bəzi insanlara xoş gəlmir. Bu mənim vecimə də deyil. Gərək bir mahnı olsun, bir vecimə də deyil sizə. Amma bir şey də deyim ki, mən ümumiyyətlə son zamanlar efirlərə çox az çıxıram. Səbəb? Çox çıxmıram. Bilirsiniz, soruşuram axı, kimdir efirdə olan? Bəli, kimdir mənimlə bərabər efirdə olan? Misal üçün, adi görürəm qıcıqlanırlar. Deyirəm, qonaq kimdir? Deyir, niyə soruşursunuz? Hətta mənə bəzən olub deyiblər ki, egolusuz, çox egolusuz. Deyirəm, niyə? Deyir ki, siz şey edirsiniz. Olub mənə verilişin redaktoru deyib ki, çox egolusuz. Soruşursunuz kimdir qonaq? Buna haqqım çatır. Mən buna haqqım çatır. Mənim yanımda, bəli, əyləşən insan birincisi danışığım bilməlidir, böyük-kiçik yeri bilməlidir. Və ən azından mən onu yaxşı tanımalıyam ki, niyə görə? Polemika maraqlı olsun, maraqlı söhbətlər olsun. Mən belə düşünürəm ki, sizlərə də maraqlı olur, aparıcı da ona da xoş olur, mənə də xoş olur ki, mən gedirəm salona, bəzənirəm, düzənirəm, gəlirəm və istəyirəm abu-havam gözəl olsun. Ona görə bəzən yox deyirəm, bəzən küsürlər, yox dedi, gəlmədi. Bir ay görürsən, çağırmırlar, sonra yenə çağırırlar. Belə. Bəs bu son zamanlar gündəmi zəbt edən bizim belə deyim də, böyük bir faciəmiz, hansı ki, oxuya bilməyənləri bax evə dəvət edirlər. İndi yoxdur axı. Bilirsiniz necə? Mənim qəribə bir xarakterim var. Əgər kimsə çörək qazanır, evinə ruza aparır və Allah ona bir cığır açıbsa, nə xoş mənə. Allah ruzusunu bol etsin. Bax, adi bugünkü gündə roza. Mən görürəm axı qıraqdan bucaqda eşidirəm deyilənləri. Deyirəm ki, niyə əsəbləşirsiniz? Deməli o Allah tərəfindən sevilib ki, Allah ona belə şans verib. Bu gözəl bir şeydir də, yəni. Əgər kimsə sadəcə egolular, yeni çıxanlardan mənəm deyənlər çox oldu. Bax, onu sevmirdim. Bax, indi adını çəkməyəcəm, bir açılış var idi, yaxşı da pul verirdilər. Mən inanın ona 10 dəfə zəng elədim. Köməkçisi dedi, indi yığar, sabah yığar, bir gün yığar. Sonra təşkilatçılara dedim ki, sizə qurban, nəsə əlaqəyə çıxmır, indi istəyirsiniz nömrəni verim, siz danışın. Dedi, nə? Sizin nömrənizə bizə vapşı lazım deyil o. Biz sizə 2 qat verərik. O pulun üstünə pul qoyub verərik, amma onu biz daha halbuki onu necə istəyirdilər, necə arzulayırdılar. Yəni, nə bilim, çalışaq, həyat o qədər qısadır, o qədər qısadır. Mən ümumiyyətlə hər kəsi bağışlamışam və o qədər rahat olmuşam hər kəsi bağışlayandan sonra, o qədər xoşbəxtəm. Allahdan istəyim bircə odur ki, canım sağlam olsun. Evladımı böyüdə bilim. İndi 4-cü kursda inşallah bütün savadı alsın, işini qursun inşallah. Yəni bu dəqiqə heç kim vecimə deyil. Çox qəribə bir huzur tapmışam. Heç kim belə, heç kim bu dəqiqə mənim fikrim ancaq bu mahnını filan ayda, bu mahnını hər ay Mehmet müəllim mənə deyib ki, bu YouTube Maker, YouTube kanalıma baxan deyib, Mədinə xanım, mənə hər ay, indi mənə şərt deyib, may ayında mənə mahnı verirsiniz, mütləq. Onsuz da hər ay mahnı deyirəm, bir mahnı gəlir.
Oy, o mahnı bilirəm ki, hər kəs tərəfindən seviləcək. Mən belə düşünürəm. Çox sağ olun. Star mağazin izləyicilərinin sonuna demək istəyirsiniz? Darıxmışdım sizlər üçün. Sizlərdən bir balaca uzaq düşməyimin də günahkarı özüməm. Çünki bir neçə dəfə olub ki, məndə alınmayıb işlə bağlı. Star mağazin yarananda 5 il olmuşsunuz. Və ümumiyyətlə Rəvanın bütün işlərində sanki elə alınıb ki, ilk addımlarda mən olmuşam yanında. Ümid edirəm ki, əlim ayağım düşərli olub, ümid edirəm. Və Rəvandan da hər zaman özümə hörmət görmüşəm, özümə diqqət görmüşəm. Ona görə çox istəyirəm sizi və sizi sevənləri. Sevməyənləri mən də sevmirəm. Amma arzu edirəm ki, sevəsiniz. Növbəti sujetimiz dəyərli həmkarım Ümman Zali haqqındadır. Ümman Zali uzun müddətdir ki, efirlərdə görünmür, amma buna baxmayaraq yenidən aramıza qayıtdı və əliboş qayıtmadı. Çünki yeni klipi və mahnısından olan ekskluziv görüntüləri Star mağazinə təqdim etdi. Daha ətraflı sujetimizi izləyək. Mən Ümman Zali ekskluziv açıqlamalarımla Star mağazində. İzləyin, qaçırmayın. Səni düşünmədən keçmir saatım, səninlə bağlıdır mənim hər anım. Qısqancam çılğına neyləyim axı, səni dəli kimi sevir ürəyim, səni düşünmədən. Axşamınız xeyir olsun dəyərli Star mağazin izləyicilərimiz. Uzun fasilədən sonra nəhayət mənim dəyərli həmkarım, dəyərli dostum Ümman Zalini tapa bildik. Gözəl şəhərimizin məkanlarından birində çay içirdi. Çay içərkən yaxaladıq onu. Necəsən Ümman? Salam Rəva, xoş gəlmisiniz. Xoş gəlmisən, səndən danışacağam. Çünki sən mənim illərdir dostumsan. Xətrivi çox istəyirəm. Yaxşıyam. Sən necəsən? Səni gördük, nə yalan deyim, biz də yaxşıyıq. Bilirik ki, bax yeni işlərin var. Bu yaxınlarda gözəl bir klip işığınızı görüb. Bilirik ki, çox fərqli bir klip çəkdirmisən. Biraz bu haqqda danışaq. Aşıq Abbasın Baş Sarı telini ifa elədim. Deməli maraqlı, həqiqətən də maraqlı ifa oldu. Məndən ümumiyyətlə gözləmirdilər. Biraz başqa janrda ifaçı olduğum üçün çox izləyicilərim, dinləyicilərim gözləmirdi məndən. Amma uğurlu alındı. Çox gözəl alındı. Milli geyimdə. Yəni əslində əvvəlcədən düşünmüşdüm belə bir klipin çəkilməsini. Bir xanımla çəkildi. Çox da gözəl alındı. Ümman, bildiyimə görə sən bütöv toylara da gedirsən. Bax, bilirsən ki, dünya televiziyasını izləyən milyonlarla insanlar var. Öz övladlarının şən günlərində, xoş günlərində səni görmək istəyənlər üçün bir məlumat verək və bütöv toyu da idarə edirsən, ansamblla da idarə edirsən, tək özündə solo gedirsən, düzdürmü? Mən əslində belə deyək ki, mən illərdir yəni toylarda ifa eləyirəm. Düzdür, mənə tamaşaçılar toy ifaçısı kimi tanımırlar. Çünki yenə də dediyim kimi digər janrda, fərqli janrda ifa elədiyim üçün məni bilmirlər ki, mən yəni 6-8 ritmində mahnılar oxuyuram. Əslində yəni repertuarımda var. Sadəcə efir üçün biz düşünürdük ki, yəni daha yəni oynaq yox, daha belə fərqli bir janrla insanların qarşısına çıxaq. Amma insanlar düşünür ki, mən təkcə bu janrda oxuyuram da. Yəni oxuyuram, toylar da oxuyuram, toy mahnıları oxuyuram. Yəni el şənliklərində oluram. Çox paylaşımlar eləmədiyim üçün sosial şəbəkələrdə insanlar yəni məni görəndə deyirlər, sən oxuyursan belə mahnılar, təəccüblə baxırlar da. Deyirəm, hə niyə oxumuram ki? Biz onda sizi necə dəvət eləyə bilərik? Yəni görürəm ki, yəni dəvət eləyirlər şənliklərə məni. Yəni bu da gözəl bir şey. Rayonlara, toylara gedərsən də, yəqin ki, dəvət alsan. Rayonlara, niyə olmur ki? Olar. Təki xalqıma Allah Münasibdir, bir onu da görüm. toy qismət eləsin. Qiymət, bax belə deyim, adi mən canlı yayım məsəl açanda TikTokda mənə orada izləyicilərim olur. Deyirlər ki, biz sizi istəyirik, amma görürsən ki, yəni maddi durumumuz elə də yaxşı deyil də. Yəni gələ bilərsinizmi müəyyən qiymətə? Deyirəm, problem deyil. Əgər siz məni istəyirsinizsə, öz şənliyinizdə görmək istəyirsinizsə, heç bir problem yoxdur. Olur, bəli, gedirəm. Münasib qiymətə gedirəm. Tək onlara xoş olsun.
Əziz dəyərli izləyicilərimiz, əgər siz də Ümran xanımı öz şad günlərinizdə, xeyir işlərinizdə görmək istəyirsinizsə, bax özü də dedi ki, münasib qiymətə gəlib məclislərinizə gözəllik qata bilər. Və Ümran, bilirəm ki, qalmaqaldan uzaqsan. Bu son zamanlar show biznesdə çox şeylər baş verir. Bunlara fikri bildirmək istəyərdim ki, bildirəsən fikirlərini. Valla nə deyim, əvvəllər düzdür iradlar falan olurdu, amma indi düşünürəm ki, kim nə edir, yaxşı eləyir. Çünki bilirsən, müəyyən yaşa gəlib çatır insan, belə deyək də başqa cür düşünməyə başlayır. Biraz cavan yaşlarında başlayırsan iradlar tutmağa, amma bir yaşdan sonra mən bir dənə onu deyə bilərəm ki, kim nə edir, yaxşı eləyir. Star Magazin izləyicisi nə demək istəyirsən? İstəsinlər, Rəvanın çox gözəl, belə deyək də, nəinki bu proqram, ümumiyyətlə Rəvan çox xeyirxah projelər həmişə həyata keçirib, insanlara dəstək olub. Mən də hər zaman sənin xətrini çox istəyirəm, sən mənim əziz dostumsan. Davam eləyin, qaçırmayın. Səni dəli kimi sevir ürəyim, səni düşünmədən keçmir saatım, səninlə bağlıdır mənim hər anım, qısqancam çılğınam, neyləyim axı, səni dəli kimi sevir ürəyim. Davam edir dəyərli izləyicilərimiz, sıradakı sujetimiz bir sənətkarın sirri rubrikasıdır. Gəlin baxaq görə bu həftə Əli Əliyevin təqdimatında hansı məşhur qonaq olacaq? Gülüşümü dodağımda dondurup Qəhqəhəmi hıçqırığa döndərib Sevincin əlindən zorla ayırıb Məni qəm gölünə attı taleyim Gör nələr çəkdirir mənə Zəhərdən də acı taleyim Qəm dolu badə içirdib mənə Sanki qisas alır məndən taleyim Gör nələr çəkdirir mənə Səhərdən də acı taleyim Qəm dolu badə içirdib mənə Sanki qisas alır məndən taleyim Divanə tək saldı çöllərə məni Düşmənlərə yaman güldürdü məni
Əli bağlı qara qul edib məni Heç neçə qiymətə satdı taleyim Gör nələr çəkdirir mənə Səhərdən də acı taleyim Qəm dolu badə içirdib mənə Sanki qisas alır məndən taleyim Gör nələr çəkdirir mənə Zəhərdən də acı taleyim Qəm dolu badə içirdib mənə Sanki alır qisas məndən taleyim Salam hörmətli və dəyərli Star Magazin izləyiciləri. Yenə də mən Əli Əliyevin təqdimatında Bir Sənətkarın Sirri rubrikası efirdədir. Bugünkü verilişimizin qonağı Azərbaycanın dəyərli sənətkarı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru, uzun illərin sənətkarı və Respublikanın əməkdar artisti Nadir Müəllim Xasiyevdir. Nadir müəllim, xoş gəlmisiniz. Çox sağ olun Əli bəy. Bu gözəl dəvətə görə bilirəm ki, rubrikanız yenidir, uğurlar arzu edirəm və məni də dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm və düşünürəm ki, söhbət əsnasında lazım olan fikirlər səslənəcək. Təbii ki, yaradıcı insanın həyatı da onun yaradıcılığıyla çox bağlıdır. Çox sağ olun, bir daha sizə minnətdaram. Siz sağ olun ki, dəvətimizi qəbul etdiniz və gəldiniz, minnətdarıq sizə. Nadir müəllim, bu vaxta qədər çox saylı rollar ifa eləmisiniz teatrımızın səhnəsində. Mənim üçün çox maraqlıdır. Sizin həyatınızı dəyişən və sizə ən doğma olan rol və yaxud da rollar hansı olub? Bilirsiniz, mən hal-hazırda akademik musiqili teatrının aktyoruyam. Amma mən 35 ilə yaxında orada çalışıram, amma ondan 10 il öncə qabaq da mən Sumqayıt Dövlət Dram Teatrının aktyoru olmuşam. Amma ixtisasım musiqili komediya olduğu üçün Şıxəli Qurbanov adına, o zaman belə adlanırdı, Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət almışam. Rollar çoxdur. Mən indiyənəcən irilik-xırdalı 70-ə yaxın rollar ifa eləmişəm, əksəriyyəti də baş rolları olub. Hansı rollarımın daha mənim üçün doğma olduğunu mən indi deməkdə bir qədər çətinlik çəkirəm. Hamısı mənim üçün doğmadır. Aydındır, minnətdarıq. Nadir müəllim, hər bir insanın həyatında xoş notlarla bərabər kədərli hadisələr də üzləşir və biz sizin haqqınızda, sizin sənətinizlə hər birimiz tanışıq, amma şəxsi həyatınızla bağlı kifayət qədər araşdırma eləmişəm. Allah rəhmət eləsin, bir övlad itkisi yaşadığınızı da bilirəm. Tural, Allah qəni-qəni rəhmət eləsin. Övladınız Turalın vəfatından sonra, yəni bu ağır itki sənətinizə necə təsir etdi? Bilirsiniz, mən ümumiyyətlə artıq 10 il keçir onun evladımın ölümündən, yəni bu dünyanın vidalaşmağından 10 il keçir, amma mən çox bu barədə danışmamışam. Yəni dərdimi mövzuya çevirməyi mən xoşlamıram. Çünki insan daha çox kədərini yox, sevincini daha çox bölüşməyə səy göstərməlidir. Təbii ki, evlad itkisi ağır bir işdir. O da gözəl bir gənc idi.
çox bacarıqlı bir evad idi. İndi belə zaman belə gəldi ki, dövran belə gəldi ki, onun həyatda çətinlikləri oldu və həmən çətinliklər də onu özünlə bu dünyadan götürüb apardı. Əlbəttə, o həmişə mən qəlbimdədir, hər gün gözlərim önündədir. Onun o danışıqları, istiqanlı bir evlad idi və 30 yaşında bu dünyaya vida eləyib, bu avqust ayında onun 40 yaşı olacaq. Bu 2026-cı il onun bir yubiley ilidir, əgər belə demək mümkünsə, haqq dünyasında 40 yaş tamam olacaq. Mənim yaradıcılığıma əlbəttə ki, hara getsəm, harada olsam, o daş kimi ürəyimdən belə deyək sallanır, o heç vaxt məndən uzağa getmir. Əksinə zaman keçdikcə mənə daha da çox yaxın olur onun o kədəri, əzabı. Amma insan bunları hamısını birlikdə daşımağı bacarmalıdır. Yəni, həyatda görüləsi işlər çoxdur. Həyatda həllini gözləyən məsələlər çoxdur və o həyatda qazandığın həm sevinclə, həm kədərlə o məsələlərə doğru getməlisən və getməyə borclusan. Nadir müəllim, Allah can sağlığı versin. İki övladınızın da sizin yolunuzu davam etdiyini bilirik. Elay Xasiyev, Səməd Xasiyev, hər ikisinə sənət və yaradıcılıq uğurları arzulayıram. Nadir Xasiyev, illərin sənətkarı olaraq səmimi bir cavab istəyirəm sizdən. Təbii ki, hər ikisi uğurlu övladdır, amma bu yolu daha uğurla hansının gedəcəyinə ən çox inanırsınız? Artıq onlar hər ikisi bu yolu gedirlər. Yəni, gedəcəklər deyəndə ki, artıq onlar həyatda müəyyənləşdiriblər, öz həyat yollarını və yaradıcılıqlarını artıq müəyyənləşdiriblər. Səməd, daha doğrusu Səmədzadədir onun adı, böyük oğlum. O artıq 23 ildir mənlə bərabər akademik musiqili teatrında çalışır. Teatrın əsas baş qəhrəman obrazlarının ifasıdır. Çox məhsuldar bir aktördür, səhnə ustasıdır. Yəni, bu gənc yaşında səhnə ustasıdır və eyni zamanda o prezident mükafatçıdır. Yəni, bu onu deməyə əsas verir ki, onun bu illər ərzində uğurları çox böyük olub və dövlətimiz tərəfindən də, ölkə başımız tərəfindən də onun əməyi artıq 3 il dalbadal o prezident mükafatına layiq görülür. O biri oğlum Elay, o da xeyli illər Azərbaycan televiziyasında çalışıb və paralel olaraq Sumqayıt Dövlət Dram Teatrının aktyorudur. O da teatrın aparıcı aktyorlarından biridir. Elə bu yaxınlarda onun yaradıcılığında çox gözəl bir uğur əldə olundu, əldə etdi və bizim Azərbaycanımızın əfsanəvi qəhrəmanı olan milli qəhrəmanımız Natiq Qaşımovun o obrazını canlandırdı. Ölməz adlanan mono tamaşada. Tamaşanın quruluşu rejissoru xalq artisti Firidun Məhərrəmovdur. Tamaşanın müəllifi, yəni dramaturji material Elşən Sərxanoğlu'na aiddir. O tamaşa bu yaxınlarda Mingəçevir şəhərində onun böyüyü boya başa çatdığı şəhərdə təqdim olundu. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı tamaşa orada təqdim olundu və bizim Mədəniyyət Nazirliyinin rəsmləri orada iştirak elədilər. Eyni zamanda Heydər Əliyev Fondunun əməkdaşları orada iştirak elədilər. Yəni, tamaşa olduqca yüksək səviyyədə qəbul edildi və dəyərləndirildi. Yəni, demək istəyirəm, hər ikisi onlar artıq böyük səhnədədirlər. Bir məna olaraq öz talihlərini artıq yaradıcılıqda müəyyənləşdiriblər.
Yəni hər iki övladınız bir sənətkar övladı olmağın haqqını verməyə bacarıblar. Yəni mən belə başa düşdüm. Can sağlığı arzulayırıq. Nadir müəllim belə deyim var ki, deyir bəzən rollar istedadla deyil, bəzi əlaqələrlə bağlı olur. Bu fikrə münasibətinizi bilmək istəyirəm. Necə əlaqələrlə? Yəni təkcə belə deyək də rolların verilməsi, paylanması səhnədə təkcə istedada görə verilmir də. Müəyyən səbəblər də var. Yəni bu fikrə. Yəni konkret istərdim ki, o səbəblərin hansı səbəblər? Kiminsə məsələn Yox, bilirsən necədir? Ola bilsin elə hallar var, amma biz akademik teatr olaraq orada elə hallara rast gəlməmişəm mən. Ola bilər, rejissora daha çox yaxın bir insan ola bilər, ona qəlbinə yaxın ola bilər. Bu hal baş verə bilər. Amma mən demək olar ki, 35 ilə yaxında orada çalışıram və bütün zamanlarda da müxtəlif rejissorlarla işləmişəm. Və demək olar ki, həmişə də hər zaman baş rolların ifaçılarından biri olmuşam, baş rolun ifaçısı olmuşam. Bugün də o tendensiya davam edir. Bu ilki il də mənim üçün bir yubiley ilidir, 65 illiyim tamam olacaq. Bu bilirsiniz, aktyorun özünün əlbəttə istedadından irəli gələn, özünün fəaliyyəti ilə, zəhmət keçdiyi ilə, ətrafında olan yaradıcı insanlara münasibəti ilə çox bağlı olan məsələlərdir. Rollərin verilməsindən söhbət gedə bilər. Ola bilər, çox istedadlı bir insan ola bilərsən, amma bilirsən, bu və digər səbəblərdən rolü sənə verməyə bilərlər. Çünki belə baxanda əvəz edilməz də adam yoxdur da, indi bilirsən necədir. Amma hər halda rol o adamın özünə verilməlidir ki, onun uğuru əlbəttə daha böyük olur. Yəni, kimə layiqdirsə ona verilməlidir rol. Mən demək olar ki, həmişə özümə layiq olan obrazları ifa eləmişəm. Belə bu yaxın vaxtlarda da bizim teatrda böyük bir, mən deyərdim, bir sənət hadisəsi də oldu. Bizim böyük mesanat Zeynalabdin Tağıyevin həyatından bəhs eləyən Mesanat adlı bir tamaşa ərsəyə gəldi. Bizim akademik musiqili teatrının binası vaxtında Tağıyev teatrı adlanıb, yəni onun əsasını, daha doğrusu teatrı Zeynalabdin Tağıyev inşa edib o zamanlar. Və həmən onun inşa elədiyi binada, düzdür, sonraki dövrlərdə bina əsaslı şəkildə ulu öndərimiz tərəfindən, ölkə başçımız İlham Əliyev tərəfindən təmir olunub, daha doğrusu geniş şəkildə bərpa edilib. Əlbəttə, amma o teatrın əsasında Zeynalabdin Tağıyev qoyub və elə bir şəxsiyyətin, mesanatın inşa etdiyi binada onun adına tamaşanın oynanması çox önəmli bir məsələdir, çox təqdirə layiq bir haldır. Əli Əmirlinin Mesanat tamaşası və quruluşçu rejissor bizim teatrın istedadlı aktyoru Samir Qulamovdur və onun bir sıra gözəl tamaşaları bizim teatrda hal-hazırda oynanılır. O cümlədən Victor Hugo'nun Paris Notre-Dame'a İthaf adlı tamaşası indi də böyük anşlaqla gedir və həmin tamaşada mən əsas obrazlardan birini ifa edirəm. Keşiş Don Claude Frolla obrazıdır, belə adlanır, mən onu ifa edirəm. Digər bizim böyük bəstəkarımız Şərqdə ilk operanın müəllifi olan Üzeyir Bəyazbəylinin Leyli və Məcnun operasını bizim teatrda tamaşa qoyulub və mən orada Leylinin atasının obrazını ifa edirəm. Çox gözəl tamaşalardır və eyni zamanda onun bir nəfəs qədər tamaşası da çox yüksək səviyyədə oynanılır və yenə deyirəm, bu yaxınlarda, daha doğrusu aprel ayının 11-12-si premyer oldu. Mən həmən tamaşada tanınmış Bakı milyonçusu Murtuza Muxtarov obrazını canlandırıram. O da mənim yaradıcılığımda ən gözəl obrazlardan biridir. Nadir müəllim,
bu gözəl müsahibəyə görə doğrudan da mən həqiqətən mənə çox xoş gəldi. Buna görə sizə çox təşəkkür edirəm. Son sözünüzü eşitmək istəyərdik. Kameralarımızdan izləyicilərimizə yəni nə demək istəyərdiniz son olaraq? Əlbəttə veriliş üçün son söz mən bir qədər onu çox vurğulamaq istəməzdim. Bir yekun olaraq əlbəttə söz demək olar. Çünki deyiləcək son sözlər hələ müəyyən bir zamana söykənir. Bizim Başa düşdüm, yəni verilişə görə son söz, yəni yekun söz belə deyək. Uğurlar arzu edirəm mən sizə, yaradıcı heyətə və arzum budur ki, əsl yaradıcı insanlara üz tutasınız, əsl yaradıcı insanların yaradıcılığından və onların həyatını bəhs edən verilişlər hazırlayasınız. Bu indiki dövr üçün, indiki zaman üçün hesab edirəm ki, çox lazımlı bir məsələdir. Çox sağ olun, bir daha verilişiniz uzun ömürlü olsun və inşallah qismət olar yenə də müəyyən zamandan sonra yenə də sizin qonağınız olaram və yeni yaradıcılıq uğurları ilə tamaşaçıları sevindirərəm inşallah. İnşallah böyük məmnuniyyətlə təşəkkür edirik. Əziz izləyicilər, bugünkü verilişimiz bu qədər. Gələn görüşlərə qədər sağ olun, salamat qalın. Davam edir dəyərli izləyicilərimiz, növbəti sujetimiz Ustad dərsi rubrikasına bağlıdır. Bu dəfə Ustad dərsi rubrikasının qonağı prezident mükafatçısı, illərin ifaçısı Talih Yahyayev və onun tələbələri oldu. Gəlin daha ətraflı sujetimizi izləyək. Salam əziz və dəyərli Star Magazin izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bugünkü Ustad dərsi rubrikamızın qonağı işinin peşəkarı olan yüksək dərəcəli vokalist, Azərbaycan Milli Konservatoriyasının müəllimi, prezident mükafatçısı dəyərlimiz Talih Yahyayevdir. Xoş gördük Talih bəy. Xoş gördük hər birinizi, bütün izləyicilərimizi salamlayıram, hər vaxtınız xeyir olsun deyirəm. Və dəyərli izləyicilərimiz, bugün az öncə qeyd etdiyim kimi, Ustad dərsi rubrikamızın qonağı işinin peşəkarı olan dəyərli pedaqoq Talih Yahyayevdir. Yollanırıq Talih bəyin dərs otağına, görək orada dərs prosesində nələr baş verəcək. Dəyərli izləyicilərimiz, hal-hazırda dərs keçirirlər, içəridə daxil olacaq otağa. Hal-hazırda sinif otağında dərslər gedir və bunun bütün izləyicilərimiz də şahid olacaqlar ki, necə vokal dərsləri verirəm, bir-birindən istedadlı tələbələrimiz var və onların hər birinin özünə məxsus gözəl səs və səs tembrləri var. İndi siz də onun hər biriniz şahid olacaqsınız. Şirin arzular, 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 şirin şirin arzular. Hayatım geçir, bektever azat, mehabbeti sana verir golga.
dəyərli izləyicilərimiz, dərs prosesindən özəl görüntüləri çəkirik sizin üçün. Biri-birindən istedadlı tələbələri təbii ki, hər zaman dinlədiyimiz kimi dinləyirik Talih bəyin tələbələrini. Talih bəy, istəyərdim ki, biraz tələbələriniz haqqında danışasınız. Tələbələrim çox istedadlıdırlar. Bilirsiniz ki, məhz bu konservatoriyaya qəbul olmaqdan ötürü bir neçə imtahandan və müsabiqədən keçirlər. Əlbəttə ki, onların hər birinin musiqi savadı var. Mələk özü kolleci bitiribdir. İndi hal-hazırda birinci kurs tələbəsidir. Sevinç Quliyeva, Azərbaycan Milli Konservatoriyasının o da birinci kurs tələbəsidir. Çox istedadlı. Az öncə də Tofiq Quliyevin Arzular mahnısını ifa elədi. İndi biz hal-hazırda istərdim ki, bizim gözəl xalq mahnımız Asif Zeynalının nota aldığı, yəni musiqi tərtibatçısı məhz bizim dahi bəstəkarımız, Azərbaycan ilk romans bəstəkarıdır Asif Zeynallı. Onun nota aldığı Səndən Mənə Yar Olmaz mahnısını üzərində işləyək. Nazımı bu xırdalığı Küstürmü sən al nazımı, qışa döndərmə yazımı, çalıb dindirmə sazımı, yaralıyam yar yar. Küstürmü sən al nazımı, qışa döndərmə yazımı, çalıb dindirmə sazımı, yaralıyam yar yar. Əlbəttə ki, buradakı oxuyan tələbələrin hər biri istedadlıdır. Əgər onların istedadı olmasa, onlar bura qəbul olmazlar. Bizim gözəl konsert mesterimiz Rəhimə xanım da burada əyləşibdir. Çoxdur tələbələrim. Misal üçün, hal-hazırda xaricdə təhsil alan tələbələrim var. Onlardan biri Əli adlı, o hal-hazırda Gürcüstanda təhsil alır. Daha sonra bu yaxınlarda Rusiyada keçirilən beynəlxalq müsabiqədə ikinci yerə layiq görülübdür. İstedad böyük bir amildir. Bilirsiniz ki, şərtdir. Səs bizim indi səslə bağlıdır və ola bilsin digər alətlərdə də ifa edərlər. Mələyin özü piyanla sinfini bitirir. Allah Taala hər birinin yolunu açıq eləsin, gün o gün olsun, hər birinin səsi digər tələbələrim kimi uzaq ölkələrdən gəlsin, inşallah. Və mən buna ümid edirəm ki, çalışqan tələbələrdirlər, hər zaman dərsə hazırlıqlı gəlirlər, özlərinin üzərində işləyirlər, bir-birindən gözəl. İndi biz bugün Azərbaycan musiqilərini dinlədik, xarici əsərlər də oxuya bilərlər, çünki bizim proqramımızda həm xarici, həm də yerli bəstəkarların repertuarından biz hər zaman tədrisdə istifadə edirik, yəni təhsil proqramında, tədris proqramında bu mütləqdir. Bəli, dəyərli izləyicilərimiz, bugünkü Ustad dərsi rubrikamızın qonağı, işinin peşəkarı olan yüksək dərəcəli vokalist, prezident mükafatçısı, pedaqoq Talih Yahyayev və tələbələri idi. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.
Növbəti sujetimiz teleaparıcı ifaçı, dəyərli həmkarım Nahid Əhmədov haqqındadır. Nahid Əhmədov Star Magazin kamerasının qarşısına keçərək özü haqqında nələri açıqladı? Gözlerin bu dünyaya sevilmeyi öğretir. Kipriklerinle korun, saçlarınla yaşın yaş. Amandır yat bakışlar, gözlerini aparar. Mən Nahid Əhmədov Star Magazində. Yüreğimi atsam da öz sevgimi atmaram. Yüreğimi atsam da öz sevgimi atmaram. Sana olan eşki. Salam, axşamınız xeyirli olsun Rəvan bəy. Ekran arxasındakı tamaşaçılarımızı salamlayıram, yaradıcı heyəti salamlayıram. Təşəkkür edirəm dəvətiniz üçün. Necə gedir sənət yaradıcılığı? Sənət və yaradıcılıq deyəndə işlərimiz var, təşkilati işlərimiz var, gözəl gedir. Sizinlə birlikdə olan duetlərimiz hazırlanır. 2026-cı il ərzində olan bütün proqramımız artıq hazırdır və aylıq olaraq bütün proqram yavaş-yavaş öz axarında gedir. Bəli, Baladadaşın İlk Məhəbbəti filmindən olan bir mahnımız, Məhəbbət mahnısı işıq üzü gördü, keçdim o yolları. Çox yeni aranjmanda, bəli, işıq üzü gördü. Bir həftədir artıq işıq üzü görüb, bəyənilir mənə görə, elə bilirəm. Belə deyərdim, bizim production'ın daşı ağırdır. Bir çox təşkilatçıların və bizdən üzümüzə ağ olan valideynlərin və iştirakçıların qaralama kampaniyalarıdır. Mən heç birinə qulaq asmıram, fikir vermirəm. Biz yerimizdəyik, sizin də dediyiniz kimi biz yerimizdəyik, onlar gəlirlər, gedirlər. Kimlərə ki dəstək olmuşuq, arxasında dayanmışıq, mikrofon vermişik, üzümüzə ağ olublarsa, bu onların günahıdır və geridə qalan onlar olurlar. Bəzi iştirakçıların valideynləri, nənələri, özləri, öz uşaqlarının, nəvələrinin adlarından istifadə edərək biraz onları ortaya çıxardandan sonra əllərinə mikrofon alırlar, oxuyurlar, oxumağa cəhd göstərirlər, məşhur olmağa çalışırlar. Bəzi yaşını başını keçmiş əməkdaşlar var ki, onlar təşkilatçılıq eləmək istəyirlər, gördükləri, bizim elədiyimiz işlərin asan olduğunu fikirləşib, özlərini təşkilatçı adı ilə, jurnalist adı ilə, aparıcı adı ilə qələmə vermək istəyirlər. Amma bu bayağı görsənir. Rəvan bəy, sizin dəstək verdiyiniz insanların, qabardıb başımızın üstündə saxladığımız insanların necə yerlərdə süründüyünü hal-hazırda görürük. Çünki onların bu istedadı olmağına baxmayaraq onları işıqlandıran və cəmiyyətə tanıtan siz olmusunuz. Sənətkarlar, Azərbaycan sənətkarlarından İlhamə Quliyeva hər zaman repertuarına sevdiyim, dinlədiyim, uşaq yaşlarında olsam da sevdiyim, bəyəndiyim ifaçılardan, sənətkarlardan idi. Allah rəhmət eləsin. Türklərdən də TRT1 kanalında verilişi gedirdi, proqramı gedirdi. Barış Mansonu bizim yaşımızda olan uşaqlar xatırlayar. Biz ona dostumuz deyirdik və onun sənətinə həqiqətən hörmət edirdim və çox sevirdim, çox istəyirdim. Allah ona da rəhmət eləsin. Belə. Bəs bu sənətə gəlmənizdə ən çox kimin rol olub, kim dəstək olub sizə? Bildiyiniz kimi mən başqa sektordaydım, qida sektorundaydım. 4 il əvvəl Rəvan bəy öz tədbirlərini mənim məkanımda iclaslarını edirdi və ora gedib gələndə mən də qıraqdan hansısa fikirlərimi bildirirdim və onun tərəfindən istedadım, belə deyim ki, kəşf olundu və mənə təklif etdi ki, bir yerdə tədbirlərə mənimlə birlikdə çıxa bilərsən və səhnəyə yaraşırsan, sən orada görmək istəyirəm
Mən də Rəvan bəyin bu təklifini dəyərləndirdim və tədbirlərdə onunla birlikdə təşkilatçı kimi çalışmağa başladım və sonra mənə səsimin olduğunu mən özüm demişdim ki, mən oxumaq istəyirəm, səhnədə olmaq istəyirəm, uşaqlıq arzum olub və bu mənim arzumu gerçəkləşdirmək üçün 1-2 duet yazdırdıq. Öz konsertində, öz solo konsertində mənə də yer verdi. Birlikdə duet oxuduq və tamaşaçı tərəfindən sevildiyini gördükdən sonra daha çox duetlər yazdırmağa başladıq və belə oldu ki, mən Rəvan bəy sayəsində mən də mikrofon tutdum və sənətə addım belə deyim. Uşaqlıqdan ən böyük arzunuz aparıcı olmaq idi, yoxsa müğənni? Əslində heç biri. Mən rejissor olmaq istəyirdim, kino rejissoru. Bəli, kino rejissoru olmaq istəyirdim. Məktəb vaxtı da hazırlaşırdım. Sadəcə elə oldu ki, artıq 11-ci sinifə yaxınlaşdıqca mən öz sənətimi dəyişib, daha marağım olan başqa marağıma yönləndim və qida sektorunda hazırlaşmağa başladım və bu yöndə davam etdim. İllər keçdikcə gördüm ki, yox, mən səhnə istəyirəm, səhnə üçün yaradılmışam və Rəvan bəyin təklifinə də razılıq verdim və sevərək bu sənətdəyim hal-hazırda. Sonda Star Magazin izləyicilərinə nə demək istəyirsiniz? İzləmədə qalın. Rəvan Zeynalovun layihəsi olan, layihə rəhbəri olduğu Star Magazin baxımlı verilişdir. Sənətdən, sənətkarlardan xəbəriniz olmağını istəyirsinizsə, Star Magazini izləmədə qalın. Axşamınız xeyir olsun dəyərli Star Magazin izləyicilərimiz. Bizim yanımızda dəyərli sənətkarımız, bugünkü qonağımız Azərbaycan Respublikasının əməkdar artisti, prezident mükafatçısı, dəyərli sənətkarımız Akademik Dövlət Musiqili Teatrın aparıcı aktyoru Nadir Xasiyevdir qonağımız. Xoş gördük Nadir müəllim, necəsiz? Çox sağ olun Rəvan bəy. Hər şey yaxşıdır, hər şey çox gözəldir və öz axarında gedir. Mən həyatımı demək olar ki, teatra bağlamışam. Artıq 45 ildir ki, mən səhnədəyəm. Və düşünürəm ki, illər bir-birini əvəz etdikcə yaradıcılıq uğurlarım daha çoxalır, daha da könlümü oxşayır. Bu da təbiidir, çünki insan yaşa dolduqca, hər hansı bir işdə təcrübə qazandıqca onun uğurları daha da böyük olur. Hal-hazırda teatrda yeni tamaşalarımız var. Xüsusən qeyd etmək istərdim ki, bizim gözəl yazıçımız Əli Əmirlinin Mesanat adlı əsəri bizim teatrın səhnəsində bizim çox gözəl istedadlı rejissorumuz Sami Qulumov tərəfindən səhnəyə qoyulub, tamaşaya qoyulub və tamaşa olduqca sözün gözəl mənasında bir səs-küy yaratdı sənət aləmində, teatr aləmində. Mən də həmən tamaşada başı milyonçusu Murtuza Muxtarov obrazında çıxış edirəm. Və arzum budur ki, bizim tamaşaçılarımız gəlsinlər, o tamaşaya baxsınlar. Çox gözəl, xeyirli uğurlu olsun bütün işləriniz. İllər əvvəl sizin bir ad günü yubileyinizi bizim Star Plus verilişimizdə qeyd etmişdik. Sizi sevən sənət dostlarınızla bərabər və bu il 65 illik yubileyinizdir. İnşallah ki, qismət olar da bizim verilişimizdə də bunu işıqlandırarıq. 65 illik yubileyinizə necə hazırlaşırsınız? Ümumiyyətlə, həm sənətinizin, mən bilən, yubiley ilidir, həm özünüzün 65 illik yubileyinizdir. Necə hazırlaşırsınız ümumiyyətlə? Nə layihələriniz var? Deməli, yaradıcılığımın 45 ili tamam olur və eyni zamanda 65 yaşım tamam olur. Bizdə layihələr deyəndə ki, bizdə əsasən tamaşalar oynayırıq, yeni tamaşalarımız qoyulursa, deməli, orada rollər verilirsə, bizim də aktyor kimi borcumuz budur ki, o rollərin öhdəsindən gələk, yaxşı tamaşa ilə tamaşaçılarımızı sevindirək. Əlbəttə, mənim 60 illik yubileyimi də siz öz verilişinizdə çox yüksək səviyyədə qeyd etmişdiniz, təşkil etmişdiniz. Orada Azərbaycanımızın çox tanınmış sənətkarları iştirak elədilər və o bir, düşünürəm ki, mənim həyatımda yazılan bir gözəl bir tarixə çevrildi və 65 illiyim də düşünürəm ki, elə bir gözəlliklə inşallah elə sənin verilişində Allah qoysa qeyd olunlar.
və təbii ki, sevərək, böyük məmnuniyyət hissi ilə mən bunu təşkil edərəm. Çünki siz həqiqətən dəyərli bir sənətkarımızsınız və deyim, dəyərli izləyicilərimiz bilin ki, o sənətkarlarımızdandır ki, Nadir müəllim heç vaxt qalmaqalda adı hallanmayıb. Show biznesdə o bəzi söz-söhbətlər ki var, onlardan həqiqətən uzaqdır. Heç vaxt o qalmaqallarda olmayıb. Mənə elə gəlir ki, bundan sonra da heç olmaq fikri yoxdur. Amma bir sənətkar kimi, bir pedaqoq kimi istəyərdim ki, sizə belə bir sual verim. Bilirsiniz ki, həm musiqi sahəsində, həm aktyorluq sahəsində, teatr sahəsində bu gənc ifaçılar, gənc aktyor və aktrisalar belə deyim də biraz məşhurlaşan kimi özlərindən böyükləri saymamağa başlayırlar, saymatyana hərəkətlər edirlər. Bir sənətkar kimi bilirəm ki, sizin də gənc olduğunuz vaxtda sizin də yanınızda sənətkarlar olub, pedaqoqlar olub, hansı ki onlara dəyər vermisiniz, qiymət vermisiniz və bütün bunların nəticəsində bu günlərin bir sənətkar kimi yetişmisiniz, sənətkarlar yetişdirirsiniz. Zaten iki övladınızın bu sahədə yetişməyindən bəllidir ki, əsl pedaqoqsuz ki, Səməd kimi, Elay kimi övladlarınız var. Yeri gəlmişkən hər ikisini salamlayıram. Nadir müəllim, onlara nə tövsiyələr vermək istəyirsiniz? Ümumiyyətlə, gənc aktyor və ifaçılara, aktrisalara biraz tanınan kimi belə deyim, ulduzluqmu xəstəliyinə yoluxurlar, yoxsa nədir bunları bax belə özlərindən çıxardan səbəb? Valla bu suala cavab vermək bir mənalı şəkildə biraz çətindir. Çünki hər bir insan bir fərdiyyətdir. Onun doğulduğu ailə tərbiyəsi var, onun hansı mühitdə böyüməsi var, onun təhsili var. Peşəkarlıq vacib məsələdir. Mən teatr sahəsində çalışdığım üçün o zamanlar mən çox gənc idim və mənim ətrafımda, daha doğrusu mənim örnək götürdüyüm insanlar, böyük sənətkarlarımız Hacıbaba Bağırov, Səyavuş Aslan, Nəsbə xanım Zeynalova, Ofeliya Məmməzadə, Ofeliya Aslan, Mobil Əhmədov kimi böyük sənətkarlar, Xanlar Muradov, yəni çoxdur. Allah qəni-qəni rəhmət eləsin, çoxsu öz dünyalarını dəyişiblər. Onların yanında olmaq, onlardan öyrənmək, görüb götürmək hər bir gənc üçün çox vacib bir məsələ idi o zamanlar. Mən də çalışmışam ki, onların təcrübəsindən, onların şəxsi dəyərlərindən nəsə öyrənim. Ola bilər indiki dövrdə tez bir zamanda, indi efirlərimiz çoxdur, biraz tanınmaq imkanı daha böyükdür. Amma peşəkarlıq olarsa, o təkəbbürlük az olar, olmaz. İnsan düşünər ki, mən hələ öyrənməliyəm, mən hələ öz qabiliyyətimi artırmalıyam, daha böyük uğurlara imza atmaq üçün böyük zəhmət çəkməliyəm. Onda təkəbbür az olar və yaxud heç olmaz. O qeyri-peşəkarlığına irəli gəlir. Amma düşünürəm ki, onun sonu yoxdur, o inkişaf eləməyəcək. Nə zamansa o da nə vaxtsa populyar olan, artıq indi görünməyənlərin siyasında öz adını görəcək mütləq şəkildə. Mənim tövsiyəm budur ki, onlar həmişə birinci sənətdə sənət etiqası adlanan bir anlayış var. Böyük-kiçik yeri bilmək vacib məsələdir. İkinci, sənətdə gərək daima çalışırsan ki, profesional olasan. Təhsil də önəmlidir, zəhmətkeş olmaq da önəmlidir. Yəni, bunlarla yavaş-yavaş inkişaf edib tanınmaq olar və yadda qalmaq olar. Yol budur, mən bildiyim bu qədərdir. Çox təşəkkür edirəm dəyərli sənətkarımız. Star Magazin izləyicilərinə nə demək istəyirsiniz? Sizdən, Nadir Xasiyevdən, Respublikamızın əməkdar artisti Nadir Xasiyevdən nələri gözləsinlər? Yəni, məndən nələr gözləsinlər, yoxsa ümumiyyətlə... Sizin yaradıcı oxumunuzda. Mən valla yenə deyirəm ki, mən teatrda çalışıram, mən aktyoram. Gözəl mahnılarınız da var. Əlbəttə, mən eyni zamanda Bakı Musiqi Akademiyasını bitirmişəm, mən 2 təhsilliyəm. Hər iki təhsil ixtisas mənim üçün doğmadır. Mən Musiqi Akademiyasının vokal şöbəsini bitirmişəm və eyni zamanda Azərbaycan Dövlət İncəsənət Universitetinin musiqili komediya aktyorluq şöbəsini bitirmişəm. Və çalışaram ki, yenə də gözəl tamaşalarla, gözəl mahnılarla insanlara hər hansı bir xoş ovqat bəxş eləyəm. Əlbəttə, bu müəyyən zamana söykənir. Bunu tez bir zamanda əldə eləmək olmur, çünki zəhmətlə yoğurulan işin əlbəttə keyfiyyəti də yüksək olar.
Çox təşəkkür edirəm Nadir müəllim və dəyərli izləyicilərimiz, inşallah qısa müddətdə Nadir Xəstəyevin, dəyərli sənətkarımızın doğum günü yubileyindən özəl görüntülər yalnız və yalnız Star Maqazində izləyəcəksiniz. Sağ olun, salamat qalın. Bax belə dəyərli izləyicilərimiz, bugün bizə ayrılan vaxt buradaca sona çatır. Vaxt hardan gəldi, necə keçdi, heç özümüz də bilmədik. Bir onu bilirik ki, biz getməliyik. Gələn həftə eyni saatda, eyni vaxtda görüşmə ümidi ilə. Sağ olun, salamat qalın. Star Magazin, ritmi hisset.